Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. İdman TV-nin ən əyləncəli layihəsi Qol Çekin növbəti buraxılışında yenidən sizin qarşınızdayıq. Bəli, bu buraxılışda da meydanın kiçikliyindən göründüyü kimi mini futbol idman növü üzrə sizlərin qarşınızdayıq və komandamız 2025-2026 mövsümündə əsas favoritlərdən sayılan mini futbol Azərbaycan çempionatının komandalarından biri Zirədir. Bugün Zirənin iki dəyərli futbolçusu ilə mübarizə aparacağıq. Absalamla birlikdə maraqlı challenge-lərimiz olacaq. Kimdir qonaqlarımız? Məncə təqdimatdan izləsinlər. Getdik. İlk challenge'ımız müəyyən nöqtələrdən cərimə zərbəsini yerinə yetirməkdir. Amma burada bir məsələ var. Fuad, futbolçularımız öz komanda yoldaşlarını seçəcəklər. Görək Nurlan. Ayxan, səhv etmirəmsə, Ayxan neçə yaşın var sənin? Mənim 20. 20. Nurlan, sənin neçə yaşın var? 24. Yəni yaşca böyük Nurlandır. Qoy, yəni böyüyə söz verək. Özləri bilərlər, necə istəyirlər, məsləhət onlarındır. Ona qalsa yaşca böyük də mənəm. Nurlan Mustafazadə, Nurlan Mehdizadə və Ayxan Mustafazadə. Ayxan məni seçdi. Birinci challenge-ımız həmkarım Absalam da qeyd etdi ki, cərimə zərbəsi olacaq istənilən mövqedən, amma penalti nöqtəsindən arxadan yerinə yetirmək lazımdır ki, biraz məsafə olsun. Və hər komanda daha doğrusu hər komandada olan aparıcı öz komanda yoldaşı ilə mübarizə aparacaq. Amma ən əsas məsələ birinci kim başlayacaq? Birinci başlamaq üçün püşkatım etməliyik. Siz necə edirsiniz? Nurlan, məsələn, özünüz üçün oynayanda arada. Birinci kim başlasın? Qapıda Bəlkə verək birinci başlasınlar. Absalam, topu veririk sizə. təşəkkür edirəm. Başlaya bilərsiniz. Özüm də gedirəm qapıda durmağa. Uğurlar arzulayıram sizə. Sizə gözəl zərbələr. Bunları məhv eləməliyik. Getdik. Ayxan, güvənirəm sənə. Ayxan vurur. Ha, elə bildim Absalam vurur. Möhtəşəm. Düz yanından keçdi top. Onu necə saxlaya bilmədin? Çox sürətli. Nurlan vuranda mən sənə başa Çox sürətli idi. Nurlan vuranda mən sənə başa salaram necə saxlamaq olmur. İkinci zərbədir. Eyni mövqeyə vursan da yaxşı olar. Onsuz da tuta bilməyəcək. Üstümə vur da heç olmasa. Ay ay ay. Çox vura. Hər kəsə salam. Bizim dostlarımız bu mübarizədə məni də unutmayıb dəvət etdilər. Necədir əhval-ruhiyyə? Nə oyunlar hazırlamışsınız bizlərə? Bu da qol olmalıdır. Möhtəşəm, möhtəşəm. Yəni bunu saxlaya bilsəydim. Uduzmamağının səbəbi budur ya. Bunu saxlaya bilsəydim də saxlamazdım qardaş. Canıma Canıma yazğım gəlir. Əlim ayağım zərbələr, sürətli zərbələr. Əsas budur. Həm də ay Absalam. İndi Biz sıra neçə məndədir. vaxtdır. Bir danışma da, bir mənə də qulaq as. Gör biz neçə vaxtdır futbol oynamırıq. Bilyardı deyim, basketbolu deyim, voleybolu deyim. Qopmuşuq əməlli başlı. Sənsən, salam. Vur. Növbəti zərbəni mən vuracam. Düzdür, məndə biraz zərbə o qədər də güclü deyil, amma əsas odur, yaxşı fırlatmağım var. Ya, qapıda durmasam da olar. Absalam olsa vura bilmir. Absalam, vurma. Ay ay ay. Dedim sənə vura bilmir. Çox bərk atdım, ayağımın ucuyla atdım. 2-dən top. Dayan qapıda. Gözlə. Bir fair play ilə. Top atıram sənə. Yaxşı. Sonuncu. Bundan saxlama. Ayxanınki təhlükəli idi, görmədin? İkisini vurdu. Alınmadı. Eybi yox, Absalam, eybi yox. Eybi yox. Ayağım ilişdi. Üstdən də vurum. Hə? Hə? Üstdən də vurum. O veriliş qutarandan sonra vurarsan mütləq. Üstdən də vurum. İmkan yaradacam, Tamaşasına. şərait yaradacam sənə. Baxacaqlar, deyəcəklər 3 dənə vuranmadı ya bu. Bir dənəsini vurum da heç olmasa da. Vurmaq istəsən. Hə, bir dənəsini vurum. Vura bilsən bunu, vura bilsən. Bunu vura bilsəm? Hə. Sayıram. Hə. Valla sayıram. Yaxşı. Bir dənə vur, 3-də 3. Axırıncıdır. Hə. Kişinin sözü bir olar. Möhtəşəm. Dedim ki, vura bilsən, sayıram. Özüm üstlənsəm vurmadım. Bilirdim olsa vura bilməyəcək, mən tutacam da. Dedim olsa birini mən vurum. Sağ ol, Fuad.
3-də 3. Eyb yox, ürəyini sındırma. İndi sıra məndədir. Hə, 7-də 3 oldu. Saysaq 7-də 3 Biz oldu. oradan indi elədi, normal. yoxsa biraz arxadaydı? Buraydı, buraydı. Bundan biri arxaya Oradaydı. getdi də. Yəni Buraydı arxa da, buradan vurmuşsun. Mən buradan vurdum Ha, axı. Buraydı, oraydı. Mən buradan vurmuşdum. Oraydı. Ba, Absalomun oyuncusuna vurur, tıqallığa başladı. Topu mənə vurma, hara istsən vur. Satmısan. Ola çox bərk gəlir. Ayxan da elə vururdu. Fuad Sonra çox deyirsən, bərk niyə gəlir saxlaya top. bilmirsən? Sən elə. Top həddindən artıq bərk. Əlimdə də əlcək yoxdur deyə. Qorxursan, Yandıracaq deyə hə, fənd qorxuram. Ümumiyyətlə, mini futbol özü maraqlı idman növüdür. Burada sürət əsl futboldan 2 dəfə artıqdır. Məncə daha maraqlı oyunlar seçin uşaqlar. Əlcək. Bərk vur. Ay, get Əlcək, yox, Get gedə yaxınlaşır be. bu sənin komanda yoldaşındır da zirədə. Get Amma indi gedə qapıya rəqibindir. yaxınlaşır. Mənə ürəyi ağrıdı. Satmısan. O topu mən çıxartsaydım uzaq reanimasiyaya girə bilərdim. Yəni travmatologiya xəstəxanasında sənin Milyon reanimasiya faiz. Ya şöbəsində qolum yerin hazır. çıxacaqdı, ya barmağım sınacaqdı. Ona görə ən yaxşısı nədir? Topu buraxdım, 2 dənə top keçirmişəm. Bəs edir. Fuad onsuz da vura bilməyəcək. Vuracaq. Fuad onsuz da vura bilməyəcəkdi o. Saxladı. Eybi Ki yox. saxlamasaydı da getmirdi, eybi yox. Saxlayasan Absalom. Ay ay ay, sıyırdı ya əlimdən. Sıyırdı keçdi əlimdən. Ay, çıxdı ayağımdan. Bir dənə üzr dilərim. 5-də 3-də, hə? Ha, hazırda 5-də 3 axırıncıdır. Bizə 2 dənə, onlar 2 dənə artıq vurublar. 3 dənə atmışıq. 7 Biz dənə oxşu vurublar. 3 dənə vurmuşuq, siz də indi 3 dənə vurmuşsunuz. Onlar 7 udardan. İndi sonra bərabərik. Onu vursam, Bir dənə də baxdım. Amma onlar 7 udar vurublar, biz 6. ha. Amma mən şans verdim də indi. Eybi yox. Gəl birini də. Ayağım sürüşdü. Şans ver. Dostluq Vururuq dostluq qazandım. Vur birini də. Mən topu ver. Ayxan. Bir dənə vur. Vursun, vur birini də. Mən Vurum, vurum o Vur, yerdə. vur, vur. 100 Sayırsan, sayacağam. saysan qalib Söz ya. danışmışıq ki, problem yoxdur. Saysa qalib gəlirsiniz. Söz danışmışıq. Onun yerinə mən Mən vururum. istəmirəm. O şansı sən Ayxan, mən- bax mən Ya, istəmirdim. ya, bir şart Komanda ki, yoldaşın Nurlan sağ vurur olsun. ha. Nurlanın ayağına top değməsin. Bugün nəsə bizim aramızda bir sülh var. Elə Hiss olmalı. eləyirsən, yəni. Bəli. Bu danışıqlar olmasaydı da biz belə Ümumiyyətlə mini rahat futbolda gəldik. biz şərh eləyirik axı mini futbolu. Mini Görürsən futbolun ki, bəzi şərhçiləri, məqamlarda bəli, həm oyunçular sən, belə- həm mən. Bəlkə də ondandır. Ya başqa variant ola bilməz. Bax Nəsə, mən o ora şansı sənə düşmədi verdim də, ayağıma, mən ayağım- eləyə bilərəm. Qaçır, eybi yox. Bu Mən də challenge 4 zərbə dostluq yerinə adamı. yetirdim, onlardan birini qapıya vurdu. danışsın. Fuad da eyni. Yəni nə etmək olar? Bu challenge bərabərə bitdi. Bəli, bu challenge bərabərə yekunlaşdı. 3-dən 3. 7 zərbədən 3-ünü biz yerinə yetirə bildik. İkisini mənim futbolçum, ikisini Absalomun futbolçusu Ayxan və Nurlan hərəmizə də bir dənə zərbə. Eybi yox, keçirik ikinci challenge-a. Bu oyunun axırında qalib müəyyənləşməlidir. Axırıncı oyun sülh oldu, bu oyunda sülh ola bilməz. Yəni axırıncı oyunda bundan əvvəlki veriliş. Bu oyunda sülh olmayacaq. Getdik. İkinci challenge'ımıza keçirik. İkinci challenge'ımız da çox maraqlıdır. Hətta bu maraqlı challenge bizə Ayxan dedi, çox sağ olsun. Nədir? Onların məşq zamanı etdikləri bir hərəkəti biz də indi verilişimizdə tətbiq edəcəyik. Absalam yaxınlaş, zəhmət olmasa top da var burada. Bu düz mərkəz nöqtəsindən topu birbaşa qapıya göndərmək lazımdır. Amma necə? Top ayaqdan çıxdıqdan sonra Meydanın birbaşa hava ilə- mərkəzindən birbaşa qapı çərçivəsinə girməlidir. hava ilə Hava yerə ilə, top yerə dəyməməlidir. dəyməyəcək. Bu biraz bizi oyun ərzində gərginliyə sürükləyə bilər. Necə? Yəni orada gedib düz fikir versən Tam qapı xəttində deyə bilər. xətt bilinmir. Amma biz ora kameramızı yerləşdirə bilirik. Yəqin ki, yerləşdirəcəyik ora kameralarımızı və görəcəyik ki, biz orada Əla. zərbələrimiz zamanı nələr yanır. Amma hava zərbələrində çox da yerə dəyməmək söhbəti var da, yəni yerə dəyməməlidir. Biraz kompromisə Nəzərə getmək olar da əslində. Məncə də. Qapı çərçivəsinə yaxın məsafədə top yerə Gəl dəysə bizim problem zərbələr. olmaz. Gəl bizim zərbələrimizdə Bizim bizim zərbələrimizdə- futbolçularımız qərarlaşdırsınlar. Məsəl üçün Hə. mənim zərbəmdə Ayxan desin, sənin zərbəndə də Nurlan desin ki, qol sayılır yoxsa yox. Olar.
Onların da Olar. zərbədə eyni zamanda biz. Heç Getdik. bir problem yoxdur. Birinci challenge özdə Başlayaq onda. heç-heçə qutarıb. Kim başlasın? Nurlan ikinci zərbəni asta vurdu. Eşidirdim mən oradan. Əlcək yoxdur. Eşitdim Mən mən dedim dedi ki, əlcək yoxdur. Sən də dedin ki, "O, fikir vermədin o Kamal yoldaşı." mən Ayxan dedim ki, gör necə vururdu. Ayxan mənə ürəyi Vur, ağrımadı, Edi. vurdu. Hə, deyir vur. Getdik. Başlayaq. Yəqin ki biz başlayaq da. Birinci Bir challenge dəfə siz siz başlayın. başlayın. Nurlan, topu sənə verirəm. Qapıya girdi, yox. Qapı çərçivəsindən yan keçdi. Dayan da, bir hələ 2 dənə zərbəsi var. Növbəti 2 zərbə var. Bu zərbə oy Bir, bir. bir. Topu Yəni yuxarı topu gətirim. qaldırmaq belə problemdir əslində bizim üçün. Ha. Fuad, Hə? topu yuxarı qaldırmaq belə əslində bizim üçün problemdir. Niyə əslində sənin üçün yaxşı olar? Mən qaldıra bilirəm, amma bilmirəm buradan meydan mərkəzindən birbaşa qapıya ata biləcəm. Həm çərçivədən içəri girsən, həm də yerə dəyməsin. Məncə bu səndə yaxşı Bundan alınacaq. sonuncu zərbəsini izləyək. Oo, Çox bütün ümidlər sən. Ayxan 2 Çox zərbə cüzi idi. yerinə yetir. 2 dənə Ayxandır. uğurlu zərbə olsun, mənə Bəlkə bəs edir. üstə elədi falan. Fuad da var, üzrü say. Üzrü say. Çox sülhə getdim ha səninlə. O topun birini gətirdə Başlayaq sonra bir Fuad. dənə zərbəni vuracam. Bir dənə zərbəni vuracam, qalacam topsuz. Nə olar ki onu gətirsən? Sən başla onda mən topu gətirərəm. Tamam. Çox sağ ol. Təşəkkür edirəm Absalam. Başlayın. Sənsiz vurum. Vur vur vur. Komanda yoldaşım Futbolçu ordadır. Da. Hə, всё. Getdik. Yerə Dəydi. dəydi. Eybi yox. Bayaqdan oturub baxıram. Zərbələrdəki sürətlərə bax deyirəm. Düşdüm ha. Bizimkilər elə də sürətli olmasalar da, amma futbolçularımız çox yaxşı zərbələr Uzaq, vurur. vaxtı uzaq. Əhsən sizə uşaqlar. Hə, çox yavaş vurmaq, hə, o da düzdür. Məsafə də var. Məsafəni heç... Biraz yuxarıdan at da. Hə, məsafəni heç Biraz ölçmədim. yuxarıdan at. Çox arxaya da getmək o deyil. Çox arxaya getməyə mənası yoxdur əslində. Hə. Sən neyirsən ki, çox arxaya get? Ay, Mən sənə nə dedim? Mən dedim, ayağım yaxşısan. yaxşı yam hələlik. Bu adın sağ ayağı problemdir də. O sağ ayağın elə bir dəfə Neftçidə. Neftçidə idi də, hə, Neftçidə olanda keçən Uçsu bir də gördük. Keçən mövsüm. Uçur, ayaqqabı uçur. veriliş gedə-gedə zədələndim. Deyəsən indi də elə oldu. Hələ dəqiq Və bilmirəm. soldan vurasan. Solum yoxdur. Yox Nurlan, çox sağ ol. Təşəkkür edirəm. Nəysə, bu da getsin. Olar. Olmazsa da Ay ay ay. can sağlığı. Bir dənə vurdum. Cəmi 6 atışdan, 2 dənə. 6 atışdan 1 dənə, zərbə olub. Bir dənə, hə. 1 zərbə olub ki, qapı çərçivəsinə girib. Eybi yox. Ayxan, Sən birini sən istəyirsən vur, birini mən. əvvəlcə mən vurum. Oy 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 oy. Az qalmışdı. Çox az qalmışdı. Ayağım. Qəşəng də fırlandı ya. Topun altına belə gir. Absalam. Hə, Ayağım biraz zədələndi, bura gəldim. Amma buradan baxıram, vur. ay ay ay, son anda. Absalam 1 metr qolda bəlkə də amma qalmışdı. sayılmadı. Bəlkə də 1 metr qalmışdı. Sonuncu zərbədir. Yox. Alınmadı. Absalam, bu bizdə idi. Amma birinci zərbə çox təhlükəli idi də boynuma. Hə, o qəşəng idi. O alqışlayıram səni. Mənim ümidim Ayxanadır. Onsuz da yox, onsuz da mənim də ümidim Nurlanadır da. Nurlan deyir Ayxanın da ümidi sənə idi. 3 zərbə var. Ayxan, Başlayayım. ikisini yerinə yetirsən, oyun bitir, challenge bitir. Başla. Bu bir deyəcəkdim, çox az qalmışdı. Havaldı, göyə dedim, göyə də vurdu. Dayan, mənə vurarsan. İkinci zərbə. Hazırsan, sayxan vura bilərsən. Möhtəşəm! Bir. Raket zərbə idi. 1-1. Sonuncu zərbə, sonuncu zərbə. Sonuncu zərbədə mən qapıda dayansam olar. Ayxan, vurma. Vurma. Enerji təsir edirlər. Heç nə vecə alma. Rahatlıqla. Ay 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 ay. Belə anda nə edirik? Hər komandada
Bir dənə. Bir dənə zərbə. Mən deyərdim ki, Hər komandaya bir zərbə Mən atır. deyərdim Amma ki- bu çətin olduğuna görə təbii ki. mən deyərdim ki, gəl Hani professional futbolçular vura bilməsə, yəni 3 Yox, zərbədən hə. birini İki oy- yetirdisə, iki- ya iki bunu challenge- 2 eləyək. Ən azından hər komanda, hər futbolçu, yəni belə deyək, hər komandada olan iştirakçılar bir zərbə. Bu bizə də aiddir. 2 challenge-ımız heç Yəni biz vura bilməsək, Hə. siz vurursunuz. olsun. Gəl topu gətirin mən. Ya da vur mən oradayam. Bir dənə ayağımı düzəldim. Ümumiyyətlə bu oyunların əsas kökündə təlim məşq prosesinin incəlikləri dayanır. İstər bizimkilərin oynadığı oyunlar, istər başqaları, hamısı peşəkar minifutbol komandalarının məşqlərində məşqçilər tərəfindən istifadə edilir. Birincini mən Maraqlıdır, hə? Sonra Ayxan vuracaq. Hələ burada Sonra cəmi siz 4 vuracaqsınız, nəfərdir. bir-bir. 2 istedadlı futbolçu, 2 dənə də istedadlı aparıcı. Sayılır. Ya. Xəttdən bəlkə də 5 Bax, sayılır. bax. İndi and içə bilmirəm də. Verilişdəyik. Bax, top bura dəydi. Xəttdən 5-6 Güzel, santim. biraz. Yox, görünürdü buradan. Görünürdü buradan. 10 santim. Problem yoxdur, topu ver. 10 santim. Topu verir heç olmaz. Ayxan, sənə güvənirəm. O biri zərbələrdən nəticə götürdün. Möhtəşəm! Ay 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 ay! Üst dirək! Sən Üst dirək, son anda. Dünyanın ən uzun crossbarı. Axırıncını Ronaldinho vurmuşdu. Yadıma gəlirsə video görüntüsü də var. Yəni kaş biz Yəni bu dirək challenge eləyərdik də. Ayxan bəlkə də komanda bu kömək eləyə bilmədi, amma o zərbə ilə İkimizin də zərbəsi çox təhlükəli idi. Baxımlı bir dənə zərbə göstərən eynisini səndən gözləyirəm. Komandamıza yaratdı bir şey. Sən indi crossbar eləməsən də içəri vur. Alınmasın. Ay 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 ay. Sənin vurmağına gərək yoxdur məncə. Vur da vur. Ayağımı da zədələmişəm. Ayağını zədəli də vurmağına gərək yoxdur. Elə belə. Yüngülvari. Bax məni, baba. Görürsən Absalam gəl bura. Bax bura oldu ya mənim ayağımı ilişdirən. Bu challenge-ımız başa çatdı. Nurlanın sonuncu zərbəsi ilə biz qalib gəldik. Birinci challenge-də heç idi və hazırda ümumi hesabda biz 1-0 hesabı ilə öndəyik. Növbəti challenge-da siz qalib gəlsəz, ümumi hesab bərabərləşir. Ümumi hesab bərabərləşir, amma onu demək istəyirəm ki, bu challenge-da bizim heç bəxtimiz gətirmədi də, həqiqətən. Mənim də. İstər komanda yoldaşı Yox, mənim də. istərsə də mənim. Sənin də təbii ki də ayağın zədələndi, Ayağım amma yəni biz zədələndi. komanda olaraq danışsaq, hər kəs öz komanda yoldaşının mövqeyindən danışırdı. Ha? Meydanın mərkəzindən sonuncu zərbələrdə mən qapı xəttindən 5-10 sm qabaqda atdım. Topu yerə 10 dəydi. santim, 10 santimetr Ayxanda o nə idi? çatmadı. Həqiqətən Fuad demiş, bəlkə də mini futbolda ən uzun crossbar idi də, yəni meydanın mərkəzindən birbaşa Dedim top də yerə axırıncını, dəymədən. dedim də axırıncını Ronaldinho eləmişdi. Möhtəşəm idi. Vurdu getdi. Heç nə olmaz. Biz qalib gəlməsək də bizim bu atışlarımız özü bəs eləyir. Yaxşıdır. Eybi yox. Keçirik 3-cü challenge-a. 3-cü challenge daha maraqlı olacaq. Görək orada qalib kim olacaq. Getdik. Növbəti challenge'ımıza keçid edirik. Challenge'ımız nədən ibarətdir? Komanda yoldaşının köməkliyi ilə, yəni pas ötürür və göydə top yerə dəymədən akrobatik zərbə ilə topu qapı çərçivəsindən keçirməkdir. Nə zərbə ilə? Akrobatik zərbə ilə. Elə sayılır. Bəli. Yəni Məncə akrobatik sayılır. Məncə qayçı zərbəsi deyirlər də yəni. Yerə Yəni topa yıxılmış. göydə zərbə endirmək lazımdır. Topa göydə Olsun. zərbə Yerə düşmə, olsun. endirirsən, yəni o qayçı Akrobatik variantında deyək. deyirlər. Hə, Akrobatik deyək. deyilir əslində. Qayçı zərbəsi. Onsuz da ki tamaşaçılarımız vuranda görəcəklər. Ən əsası vura biləcəksənmi? Vura biləcəm, vura bilməyəcəm, bilmirəm, amma challenge'ımız ondan ibarətdir. Nə etmək olar? Onda getdik. Keçək challenge-a. İndi bir də düşünün ki, məşqdə bütün komanda bunu edir. Eləcə də digər hərəkətləri. Necədir? Oturub ona da baxmağa dəyər, hə? Hətta Avropada müxtəlif komandalar mütəmadi vaxtlarda azarkeşləri üçün açıq qapı məşqlər edirlər. Ay can, oturub baxmaq, şəkil və ya video çəkmək də olardı, hə? Nəysə, məsələni yekunlaşdıraq. Mən belə başa düşürəm, bugünkü oyundan Fuad qalib ayrılacaq. Absalam, eybi yox, keyfini pozma. Sənin də qalib gələcəyin vaxt olacaq. Sən də istedadlısan, amma oyunda biri uduzar, biri aparar. Fikir eləmə. Hər ikiniz uğurlar.
Futbolçularımıza isə mini futbol üzrə Azərbaycan çempionatında uğurlar. Qələbələr sizinlə olsun. Bu challenge'ımız da bitdi. Yəni oyunumuz bitdi ümumilikdə. Bu buraxılışda həmkarım Fuad Eldarov və onun komanda yoldaşı Nurlan Mehdizadə qalib gəldi. Əziz tamaşaçılar, bundan əvvəlki verilişlərdə biz müxtəlif idman növləri üzrə qol çəkim buraxılışlarını sizlərə təqdim etmişdik. Bir çoxunda da mənim həmkarım və dostum Absalam qalib gəlmişdi. Ona görə də mən onu həmişə təbrik eləmişəm. Amma o verilişlər ərzində mənim bir kəlmə sözüm var idi ki, sən meydanda məndən bacarmırsan. Axı niyə vura bilmədin o birinci Sən seansda? meydanda məndən bacarmırsan. Yəni istəyir mini futbol. Mən olsun, səni təbrik istəyir edirəm də əzizim. futbol, yox. Bir dənə gözləmə, Futbol komanda olsun. yoldaşımla diskusiyaya girib. Mən səni dinlədim. Niyə o topu dirəyə vurdun? Üst dirəyə Dinləmir vurdun? məni. Məni dinlə. Bu nə oldu elə? Bu mənə də bax, məni bildi. Üst dirəyə niyə vurdun? Başıma dönüm sən. O birini niyə vuramadın? Təbrik edirəm. Eyb yox. Mən də sizi təbrik edirəm. Həqiqətən Yaxşı və sizinlə oynamaq. oyun Təşəkkür idi. Təşəkkür edirəm sizə. Amma Onu da bildirək Gəl, ki, mən komandayım. tamaşaçılarımıza bunu da bildirmək lazımdır ki, həftənin 3-cü günləri mini futbolcu Azərbaycan çempionatının qarşılaşmalarını, yəni bir neçə qarşılaşmasını mən və həmkarım Fuad Eldarov təqdimatında izləyirsiniz. Yəni biri var biz televiziyadan və yaxud da canlı olaraq baxıb sizlərə şərh edirik oyunu. Bir də var ki, həmin oyunçuların özləri ilə bu kiçik meydançada, amma nəfəs kəsən meydançada mübarizə aparırıq. əlbəttə ki, biz hər zaman mini futbol üzrə Azərbaycan çempionatının oyunlarında böyük maraqla tamaşaçılarımıza reportajlar təqdim edirik. Bu öz yerində Absalam. Mən bir məqamı da xüsusi vurğulamaq istəyirəm ki, biz artıq 2026-cı ilin fevral ayını yaşayırıq və bu da yəqin ki, xatırlayırsan. Əlbəttə. Bu da o deməkdir ki, artıq qol çək verilişinin bir yaşı tamam olur. Çünki 2025-ci ilin fevral ayında məhz bu veriliş tamaşaçılara təqdim edilmişdi. İlk buraxılışımız da İlk Sumqayıt Futbol Klubu olmuşdu. Anonsumuz da fevral ayında olmuşdu Sumqayıt Futbol Klubunda və ondan sonra bir neçə klublarda, hətta müxtəlif federasiyalarda biz Və davam etdirdik. qonaqlarımız kim idi? Ayxan Süleymanzadə və Səbuhi Əhmədzadə idi. Bəli, Səhv eləmirəmsə. biz onlarla mübarizə aparmışdıq və böyük bir veriliş toplusu artıq var əlimizdə və bundan sonraki dövrlər ərzində də biz həm Absalam, həm mən, həm də qol çəkim bütün yaradıcı komandası sizlərə maraqlı verilişlər təqdim edəcəyik. Qonaqlarımızın da fikrini öyrənək, ondan sonra verilişimizi yekunlaşdıraq. Nurlan, sən böyüksən, səndən başlayaq. Nə fikri bildirərsən? Gözəl veriş idi. Və qalib gəldik Qalib biz. gəldik. Deməzdim bəxtimiz gətirdi, məncə yaxşı iştirak elədi. Ona görə qalib gəldi. Ayxan, sənin nə sözün var? Həqiqətən də yaxşı veriş keçdi. Belə verilişlərin olmağı həm Azərbaycan futbolu üçün, həm Azərbaycan idmanı üçün yaxşı bir təşkildir. Heç sən. Sən biraz uzun danış, yox, sən biraz uzun danış. Mən deyərdim ki, Sinəndəkiləri gətirdi. tök. Yəni bizim o qapı xəttinə yaxın Bizim bəxtimiz. topumuz. Bizim bəxtimiz Qapı gətirdi. dirəyinə deyən. Bizim bəxtimiz gətirdi. Ən azından ikinci challenge. Heç bir sözüm yox. Heç bir Heç sözüm olmaz. yox. Əsas o da oyunda məğlub olaq. Belə, əziz tamaşaçılar, verilişimizdə növbəti buraxılışlarda hansı futbol klubunu, hansı komandanı və hansı idmançını görmək istəyirsinizsə, bizim İdman TV-nin rəsmi sosial şəbəkə hesablarına yazaraq bunu bizə bildirə bilərsiniz. Sağ olun. Sağ olun, Salamat salamat qalın. qalın.